Deməli belə, Gəncədə olsa da onun qərarı, xəzinələr açmaqdır onun marağı. Çox uzun etmişdir təsviri afaq, bu cahan içində lövbər salaraq göylərə sürmüşdür fikir atını, öyrənmişdir göylərin 7 qatını. Bir nöqtə belə qaçırmadan nəzərdən, öyrənmişdir tarixi oxuyaraq dərindən. Onun incə gözləri yorğunluq bilmədən, yüz məna seçmiş hər bir xəzinədən. Tapınca bir çıxış bu çətin işdən, Kamal müqəddəs qanun ilə davranıb həmən, açmış gizli sirləri o bir görmüş ki, bütün sirlər Gəncədə cəmdir. Şahanə bir işıq sezərək gözlərində, İlahi sirlər duyaraq sözlərində, nəhayət ki anlamışdır o gözəl nigar ki, haqq özü olmuşdur ona havadar. Yazıb bu sözləri tarixi nizama saldı, onun adı ilə parlayar Haqqın bu son kitabı. Rəbbin, Xaliqin, Allahın bu son kitabı. Hamısı özüdür. İcazə verərsə, özü bilir yaradan, mən də gizli saxlamaram sehrimi ondan. Görək, indi bu bizə nə sehir deyəcək? Sən ey aləmə sevgi bəxş edən insan, Tanrı kəramətindən cəsarət alan, sən ki haqq əhlisən, gəl mənə rəhm et, sən ki haqq əhlisən, gəl mənə rəhm et. Eşit fəryadımı, imdadıma yet. Bu çərxi fələk ayrı saldı məni elimdən, qalmışam mən biçarə sənin həsrətindən, elimdən, yəni bunun da kökü əsli deməli Gəncəyə bağlıdır. Ona görə deyir ki, ayrı düşmüşəm elimdən. Nətər bu sürgün eləyirlər, nətər bu cəmaat gedib Ermənistana çıxıb, Ərdəbilə çıxıb, məsəl yer Gəncədən odur. Mənim dostum Çətin Dəmirəl Türkiyənin Karsında yaşayır, Kars şəhərində və çox gözəl oğlandır, çox tərbiyəli, çox alicənab, rəssamdır, nədir orada, nəsə belə bir işdə işləyir, o kökü buradandır deyir. Onlar da yəqin ki, o vaxtda ora-bura o qədər fələnmin bir oyunu var, sürülüb gediblər. Yəni, əsl buradan Gəncədəndirsə, deməli, bütün Azərilərin kökü Gəncəlidir. Bax, görürsünüz, məni deyir, çərxi fələk ayrı saldı elimdən, qalmışam mən biçarə, elimin həsrətində, məmləkətimin həsrətindən, ya sənin həsrətindən tam deyil, amma indi səni yazmışam, bəlkə görək. Çünki sənsən zaman içində hər kəsdən nadir, yaranmış varlığın hər şeyə qadir. Uluların ulususan, sən bu cahanda, sən bəzək verənsən dünyamıza da. Verən, nəsə bir dənə bu cümlə bir-birini tamamlamadı. Sən bəzək verən dünyamıza da. Deyirəm, niyə verənsin? Səni tək ödüm. Uluların ulususan, sən bu cahanda, sənsən bəzək verən dünyamıza da. İndi Nəvai mənə ulu deyir. Amma bu gənclər, indi o bir dənə sizə yenə bu oğlan haqda mən bir replikanı buraxa bilmərəm. İndi mən baxın o şəlaləyə də atdım ki, mənim bu yazımı o oğlanın səhifəsinə at. Ona doymadım. Bir də bu özəldə atdım və burada ona qeyd etdim ki, bunu diqqətlə oxu, Allahın qəzəb, burada söz düzdə ayrıldı, qəzəbinə necə gəldiyini görəcəksən. Və də o bunu oxumadı ki, kim oxuyur ki? Bunu oxumaq lazımdır ki, bir şey anlayasan. Amma oxuyan varmı ki? Sonda onsuz da bunu hamı oxuyacaq. Amma o mənim fikrimi oxumadan mənə bir də yazdı. Nömrə yazım, danışaq Nurema. Yox, nömrə yazım, danışaq Nurema soruşur məndən. Nömrə yazım, danışaq Nurema, təkəm indi evdə. Baxın, bu insanların, bu gənclərin şuuruna çıxardım mən, diqqətlə baxın.
Deməli, mən bir iki dəfə göz eləsəm, bu aləmi qata qarışdırar bir-birinə bu cavan. Buyurun. Buyurun. Nömrə yazım, danışaq. Nurema. Nurema elə bil bunun doğduğudur, əkdiyidir. Mən yekəliyində arvada deyir ki, Nurema. Bir xala, xanım, bunlar da yoxdur. Təkəm indi evdə. İndi bax, İlhamədir, bax, deyir, dur, gəl evimə. Bax, belələrini İlhamə o qədər, İlhamə Simada o qədər çağırıblar ki, indi elə bilirlər ki, elə bu arvadların hamısı hara çağırırsa, durub gedəcəklər. Buyurun, bu bizim acı həqiqətimizdir. Təbii ki, mən o lap pozğun sözləri hələ deyə bilmirəm, amma elə bu yüngül acı həqiqətləri hələ ki göstərməliyim. Gördünüz, bu evdə təkdir və məni evə dəvət edir. Mənim səhifəmi oxumadan, mənim kimliyimi anlamadan, bu hikmətli fikirlərə dəyər vermədən, bu deyir ki, evdə təkəm, gəl Nur Ema. Bu bizim acı həqiqətimizdir. Mən bunu deməyim, sən demə. Deyirsiniz, hər kəs deyir, amma bunu bax belə, belə gözəl-gözəl Allah rüsvay edəcək. Onlar da təbii ki, rüsvay olub, doğru yola yönələcək. Bax, belə olacaq bu. Ayrı cürə mümkünü yoxdur bu insanları. Və yaxın qılıçla kəsib doğuldurdular. Amma indi mən söz qılıncından kəsib belələrini doğrayacağım ki, orada o birisilər də qorxacaqlar ki, kimə yazsaq belə bir zibilə düşə bilərik, elə yazmayaq, elə yolumuzu tutaq, düz gedək. Bax, bu oyanış belə olacaqdır. Xülasə ki, biz harda qaldıq, bu təzə vərəqdir. Yolunda xəzinələr töksək də bizlər, xəzinələr, yəni xəzinə sözlər. Yolunda xəzinələr töksək də bizlər, çəkdiyin zəhmətə deyil bərabər, yenə də deyil bərabər. Yəni sən o qədər zəhmət çəkibsən ki, bizim nə xəzinələr yazmış, sənin gördüyün işi biz neynəmişik ki? Hak səni etmişdir bilik çeşməsi. O müstəntiq dedi mi ki, bu güclü, bu bilgiyə sahib insandır. Bunu nə gətiribsiniz, bunu utanmışsınız? Bırakın çıxsın, geçsin, öyrənişdir. Sizə söymür, sizi dövlətə qarşı çıxmır. Allahın kəlamı da deyir, burada nə var ki? Bax, görürsünüz. Burada da Nəvai deyir ki, səni etmişdir hak bilik çeşməsi, nəyə gərəkdir başqasının təriflənməsi? Hər ağız qapansın, hər kəs Allaha hesabat versin. Bu sözü, bax, bu həmin sözü təsdiq edir. Şeir dili İncildəki fikri təsdiq edir. Hər ağız qapansın, hər kəs Allaha hesabat versin. Bilik çeşməsi də mən deyiləm, indi tərifləyir məni, düzdür bu. Amma bu mən deyiləm, bu Allahın özüdür. Nurdur, mən Ema'yam. Bil ki, sənin sənətinə diz çökər aləm. Tək sənətinə deyil, kəmalına həm. Odur ki, axtar qanunları, əhli hikmət ol. Yəni, ilahi qanunlar nəyi deyir? Onu axtarmaq lazımdır. Deputatların qanunları nəyi kamilliyə gətirib? Özlərinin qarınlarını yoğunladıb, arxalarını enləndirib, bir də evlərini böyüdüblər. Ayrı neynirlər bunlar? Heç nə. Yalnız görürsünüz, orada da göstərdim ki, bunlar neçə dəfə pensionerlərdən, neçə dəfə təqaüdçülərdən, neçə dəfə kimlərdən bunlar baha pul almalıdır. Və sənin boğazında qalsın elə, qalsın boğazında. Və yaxud da bir səhv elədim, hamının yanında etiraf edirəm ki, bu səhvi qoydum, o pənaha dedim, gic demək olmaz, gic çox böyük günaha sahib olur. Bəri başdan etiraf edeyim ki, onu biraz mən buradan ayrılanda bir cəza var, qulaq vurması, onu mən 100% bilirəm ki, tutub bir yerimdən çimdikliyib içərdən ruh ağradacaq ki, 3 gündür bunun cəzasını çək. Mən sizin qarşınızda ruhdan necə deyirlər, etirafa gəlirəm və üzr diləyirəm ki, mən bu sözü dilimdən qaçdım. Bu səhvə yol verdim. Səfih, gic demək günahdır. Bunun cəzası var, mütləq.
İnsanı ya qulunc edir, ya ayağını burxurur, ya nə bilim qulağına ağrıdır. Bax belə ağrılar bundan doğur. Xırda səhvlərdir bunlar. Mən dedim bu sözü. İtiraf edirəm ki, səhv elədim. Rəbbimdən diləyirəm, sizin qarşınızda da siz də buna şahid olun ki, mən ağrımayım. Sizə də diləyirəm belə bir hikməti dərk etməyi. Bil ki, sənin sənətinə diz çökər aləm, tək sənətinə deyil kəmalına həm, odur ki, axtar qanunları əhli hikmət ol, gəl yenidən bu cahana sən Süleyman. Gördünüz, bu da məni Süleyman elədi. Biri məni bu diri insanlar, kimisi məni pozğun adlandırdı, kimisi dəli adlandırdı, kimisi rekert adlandırdı, kimisi siyasətçi adlandırdı, kimisi falçı adlandırdı. Hədəsi bir ad dedi. Bu da mənə buyurun. İndi o biri İsa dedi, biri Musa dedi, biri Məryəm deyəcək. Bu da indi bu da deyir Süleyman ol. Yəni Nizami də dedi ki, gəl Süleyman ol, sən bizə can-can. Mənə demir, Nura deyir. Biz çaşmayın. Bu Nura deyilir. Mənim daxilimdəki Nura, mən Emayam. Mən sadəcə Nurun vasitəçisiyəm. Nur cisim olmasa heç də deyə bilməz, nə də heç bir şey edə bilməz. Mən onun şahidiyəm. O mənə öz simamda görünəndə, yəni mən canlı sadəcə uzanıb söhbətlər edirdim. Çox canlı idi bu yuxu. Yəni ki, yuxu deyildi. Beləcə uzanıb istirahət edirdim. Gözü açıq. Elə bir dənə onu gördüm ki, tap eşitdim. O qədər ayrı bir şey eşitmədim. Cismimdən can çıxdı, düşdü yerə və mən özüm öz simamda parıldadım belə. Amma elə bir sanki yıxılmışam kimi, elə bil oradan buradan tutar kimi. Çığırıram, o biri otaqda da qızlarım əyləşib o deyirlər, gülürlər. Qardaşımın qızları da burada, onlar bir yerdə böyüyüblər. Onları çağırıram ki, belə də səsimi eləyirəm ki, yəni gəlin, mənə kömək edin, mənə nəsə oldu. Elə bunu dedim, elə bir dənə tap eşitdim, girdim bədənimə. Bax, bunu öz ruhumu mənə göstəribdi. Yəni, ruh cisimsiz hərəkət edə bilməz, səsi də çıxa bilməz. O nədirsə, o insanın cismində o səsini yüksəldir. Amma belə də ruh öz-özünə ona görə deyir ki, kəlamdan yüksək, fələkdən yüksəkdir, kəlam əzəldən. Yəni, fələyin insanın bədənində kəlam nitqə gəlir. Başa düşdünüzmü? Mən bu çox dərin mövzudur. Buraları dönə-dönə təkrar eləyərəm mən sonra. Yəni, cismi olmasa Allah sözünü deyə bilməz. Allah sözünü insanın vasitəsilə deyir. Görürsünüzmü? Dünya yarandan bugünə kimi birini seçir, insanın adını peyğəmbər qoyur, imam qoyur, nə bilim, din alimi qoyur, belə, o öz sözünü deyir. Amma bugünə qədər sağlam yolu hələ heç kimə göstərməyib. Çünki görürsünüz, İncil kitabının adını İncil, bir meyvənin adını qoyub, onu da rəmzini deyir ki, İncil ağacının budaqları yumşalıb. İndi bu hər il yumşalır. Mən nə bilim, hansı il olacaq bu? Yarpaqları açılan zaman siz yayın gəlişini hiss edirsiniz. Elə də bax bu hikmətləri, bu gözəl kəlamları, bu aydın fikirləri yer üzərində eşidəndə, duyanda bəlkə də elə budur. Yenə də mən o mövzuya dəqiq demirəm, çünki artıq bilirəm ki, bu savadsız jurnalistlər var, bunu başqa cür yoza bilər. Bəlkə də elə bununla artıq açılacaq, yenə də dəqiq demirəm. Allah bilən məsləhətlidir, bu şeyi mən Allahın ətəyinə atıram. Amma bu aydın fikirlər yer üzərində gəzəndə bilin ki, bu Rəbbin həyata gəlişidir. Mən nə bilirəm ki, mən bu yazdığım bu görüntülərin başlığını qoyuram Rəbbin gəlişi. Bu Rəbb içərdən deyir ki, mən də qoyuram da, öz başına qoymuram ki. Bax, budur bu. Sən gəl, sən oldun zamanın, elə ki, sən oldun zamanın, yox, Süleyman hələ yuxarıda, bu ikinci Süleymandır. Gəl yenidən bu cahana sən Süleyman ol. Elə ki, sən tapdın Süleymanlıq məqamı, demirəm göstər mənə Bilqeyis eytiramı. Gördünüz, Süleymanla döndürdü uşu Bilqeysə, yəni qadına. Süleyman addı sadəcə, amma rəmzini çevirdi yenə Bilqeysə, yəni qadına. Demirəm göstər mənə Bilqeyis eytiramı.
Özünüz indi burada indi ne bileyim Allah Teala size belki bunu anlatacaktır. Artık görürsünüz söhbət Süleymandan çevirdi Bilqeysə, yani bu kadına deyilir. Elə ki sen oldun zamanın Süleymanı, çalış yaxşı öyrən bu cüt mənanı. Bak bu cüt mənada o qar deyil, qarğa gəldi, qara qarğadı, qarğa ağladı. Bu cüt mənanı gəlindi. Ay Zəlmi xan, gəl, dinlə görək bu cüt məna nədir? Çox da çətin değildir bu işin həlli. Öz qəlbindən al, sən bu işdə təsəlli. Elə ki sən öyrəndin bu sirri dərindən, bu qoşa mənaya nəzər sal həmən. Əgər ova çıxarsa sığırçın, qartal, sanma ki o bunun, bu onun ovunu ovlar. Yəni hərəsinin öz ovu var. Hər bir insanın, bu o deməkdir ki, bu dünyada öz yolu var. O biri adam deyir, mənim sözümü təkrar elədi, mənim işimi təkrar elədi, mənimlə heç kimdən istifadə eləmir. Sadəcə eyni yaranmışıq, eyni hərəkətlər də ola bilər, eyni sözlər də ola bilər və eyni geriş də ola bilər. İnsanlar həyata cüt gəlib. Yəni oxşar, bənzər gəlib. Yəni bunun heç bir mənması yoxdur. Hərənin öz ruzusu var, o deyir, mən bunu elədim, sən mənim qabağıma keçdin, bu deyir, mən bunu elədim, sən mən, bəli, haradasa bu etik qaydalara riayət eləmək olar, amma ruzunu Allah verir. Heç kimin ovunu yemir. O deyir, mən yeməliydim, o yedi. O deyir, məsəl üçün bir dəfə mən o 3 ay 10 gün mən alver etdim, yarım, 3 ay yarım alverlə məşğul oldum. Təbii bu mənim nə stilimə, nə dünyama ait bir şey değildi ki, mən onları da qınamıram. Heç mən ümumiyyətlə qadın xaylağını bazarda oturmasını istəmirəm. Allahdan qadınlar xanım istəyirəm, xanımlıq istəyirəm. İstəmək də pulla deyil, təbii ki, mən Binəyə gedirdim. Binəyə bir dəfə yolda qaldıq. Neçə saatla biz gedə bilmirdik. Dedilər ki, prezident keçəcək, olsun ki Heydər Əliyev sağlığı idi bu, təbii ki o vaxtlar idi bu, 97-ci il idi, 97-ci ildə mənim təsbih əlimdə idi, təbii ki bu da, onda bu bir yanımda bir adi bir maşına mindim, mən də bu intereslə, elə bir o sözü orada dinləməliyəm deyə, mən maşına minirdim, dinləmək olmayanda avtobusda lazımdı, avtobusda dinləyirdim. Bunu Allah edirdi, mən bilmirəm, mən gedirəmsə, əgər əlimi atıramsa o özəl maşına, yəni 4 nəfərlik, nədir bu, lakkavoy deyirik bu maşına, əyləşdim, buyurumda da adam, yəni mənim üçün dalan bıçqırda kişidir, yəni nədir, mən, o qədər, mən heç kimə gözümün ucu ilə baxan deyiləm. Bu qədər, mənim xarakterim budur, Allah məni belə yaradıb və oturdum, getdim, o qədər. Getdik, yolda qaldıq, bəlkə 2 saat, 3 saat heç oradan düşdük, biz piyada, mən piyada xeylaq yolu getdim, yanlışı mümkün deyildi, neçə saat prezident, keçsin də, prezidentin də kimdir? Bax, görürsən, qorxaqlıq, məsəl üçün, hissi var ki, bu adam neçə saat yolu bağlayır, neçə saat böl başında, Allah sən ora qoyubsa, ay bala. Allah səni o yüksəkliyə qaldırıbsa, alnına ölüm yazılmayıbsa, hava şeydir, sən ölməyəcəksən. Yox, sənin əgər alnında ölüm varsa, o da gəldi, burada Gəncədə vurdu təpəsini dağıtdı. Əgər onun alnında varsa, o ölüm var. Yoxdursa, yoxdur, o boş söhbətdir. O olsaydı, mən ölərdim. Bir dəfə, 2 dəfə mən ağır bir şeydən Allah Taala çıxardıb, qoy bu söhbəti qutarım, sonra onu da keçərəm. Deməli, bir oğlan oturub yanımda, deyir, 3 dənə diplomum var, mənim günümə bax, mənim taleyimə bax, mən bazarda mal satıram, mal yığıram, mal aparıram, mən indi hər hansısa vəzifədə olmalıyam, o orada oturur, bu belə deyindi arvad kimi, bu cavan oğlan idi. Mənim evladım, bugünkü evladım yaşda bir oğlan idi, 30-35 yaşında, 32 belə oğlan idi və bu özü üçün diləydi. O qırt arvadlar kimi qırıldayırdı ki, mən olmalıyam. Indi sənə Allah ora qoymayıb da, burada nə var ki?
Səni Allah ora seçməyib. Bunu biz mi seçirik? Mən mi seçirəm? İlhamı özünü seçir ora. Xeyr, o Allahın seçimidir. Allahın seçimidirsə, o azad gəzə bilər, sadəcə qorxur. Böyür başında 52 min dənə adam gəzdirir. O da ibadətə gedib Ərəbistanda, yenə də yanında 1001 dənə adam. Bugün bəyəklarım istədim, mən o şəkilləri oradan çıxardım ki, onu göstərim ki, nədir adı. Bir dəqiqə, mən bunu sizə indi göstərəcəm. Nahaq mən bunu bağladım. Heç bilmədim ki, lazım olacaq. Eləcə ora atdım. Vəssalam. Beytülhəram. Beytülhəramın başında. Buyurun, baxın. Gedir, yanında da nə qədər saldatlar. Mən gedərəm, heç orada qorxmaram. Əgər məni Allah o yerə, ölüm varsa ondan qaçmaq yoxdur. Yoxdursa ondan da qorxmaq yoxdur. Görürsünüz. Bir başında o saldatlar ki, birdən bunu vurarlar. Bunu Allah seçib, onu kim vuracaq? Belə bu gözəl şeyə bax. Belə dursun burada, bəlkə bu lazım oldu bizə. Belə. Bilməm, o birisi də söz nə idi, o yadımdan çıxdı. Bir dəfə də söz gələndə onu deyərəm. Keçək şeirə. Biz şeir dilindəyik hələ. Biz Quranın sirrini açmalıyıq. Bu şeirlər gərək hamısı tamam olsun ki, biz Quranın sehrini açaq. Deməli, əgər ova çıxarsa sığırçın qartal, sən sanma ki, o bunun, bu da onun ovunu ovlar. Hərənin öz ovu var. 100 təpə düz olsa sel gələn çağı, durar öz yerində Elbrus dağı. Bax, bu nə deməkdir? Yəni, bax, sizə dedim də, bayaq izah etdim ki, əgər Allah Taala bu böyük insanı, prezidenti İlham Əliyevi ora başçı qoyubsa, deməli, bu öz yerində duracaq. 100 dənəsi söz belə gedəcək, belə gedəcək. O da cəbhəçilər belə hara talana son, talana... Əpəyəm talanı bunlar edir. Mən də sözdür, deyirəm bu olmalıdır, amma talanı Allah özüdür. Babala, bunların nə hünəridir ki, mənim nə hünərimdir ki, bunları deməyəm. Və yaxud onların nə hünəridir ki, talan etməyəm. Bu Allahdan gəlir, onlarlıq deyil. Bax, belə. Nə olur olsun, İlham Əliyev öz yerində durasıdır. Bax, bu buna istinad edir. Bir qolu, hər qolu yox, bir qolu, yəni rəmzi mənada elə orada gedir. Amma burada başqa bir fikir var təbii ki. Amma mən indi o yana da yönəltdim ki, yəni qorxu lazım deyil. Səni ora Allah qoyur. Amma ölmək lazım, ölməkdir o. Elə yerində də insan nəfəsi kəsilir, ölür heç. Onun üçün adamı güllələmək lazım deyil. Ölən ölür. Mənim qaynatam gəzdi, getdi buradan, uşaqları gəzdirdi, dükan, bazar, getdi orada, ürəyi dayandı, orada da öldü, ölən belə də ölür. Onu gərək təpəsinə kimsə vursa, o deyil, təpəsinə vurdular qonşumun cəbhə xəttində. Gəldi, beyninin dediyimi o, parkda sizə söhbət eləmişdim. Beynində bir damcı qatıq yoxdur, ölmədi. Niyə ölmədi? Tapanca ilə vurmuşdular. Görürsünüzmü, onun alnına ölüm yazılmayıb. Heç bizim prezidentin də alnına ölüm yoxdur. O sadəcə qorxu hissidir. Onda o qorxaqlıq deyir, zəif insanların sığınacağıdır. Görünür, imanı zəifdir, bilgisi, yəni demirəm, biliksizdir o. Nədir o bir dənə xanım onun haqqında deyirdi, indi tapımını da çıxardacağım ki, elimsizdir. Güya ki, sən elimliydin, özünü biabır elədin, qoydun ora. Sən özün bir elmliydin, heç kim elmli deyil. Elm sahibi Allah özüdür. Məhəmməd də açıq deyib ki, fayda verməyən elm elə bir xəzinədir ki, ondan heç kəsə ehsan verilmir. Leyla Yunis, sən özün elmliydinsə, əgər bu kəlamdan niyə xəbərsizsən? Deməli, sən də bilgisizsən. İlham güclü insandır, amma onun da, mənim də bu Allahdan gəlir. Bu, mən də yenə də deyirəm, onu söyləyən Allahdır. Bəndə deyil, bəndə nə karədir bu boyda danışa, dıdıldıya tökə. Bu hansı kitabda görürsünüz ki, insan yorulmadan bu boyda söhbət eləyə, dayanmadan. 25 gündür mən dayanmıram. Gecəli gündüzdür. İndi gecəmizi sizə göstərəsi deyiləm ki, da uzanıram, elə danışıram özüm üçün.
Bax budur. Allahdır. Hər şeyi edən Allahdır. Yüz təpə, yüz olsa da, sel gələn çağı durar öz yerində Elbrus dağı. Bu talana son deyənlər var, bu cəbhəçilər, müsavatçılar, hamısı havaydandan özlərini yorurlar, o da qocaldılar. Yerin gedin başınızı salın, bir doğru bir yolu tutun. Allahla Allahlıq heç kim eləməyib, eləyə də bilməzsiniz. Bunu dağıdan Allahdır, bəndə deyil, özü də quracaq. Siz Allahın əvəzini iş görənməzsiniz. Havaydan özünüzü yormayın, o qədər. Bu sizə mesajdır, bütün cəbhəçilərə. Bir elə mənim evimdəki lüt qoydu bizi. Mənim imkanım olsaydı, mən nə ölümüm vardı bu kitabların içərisində. Özüm üçün xanım xatın yaşayırdım. Nə var daşıdı ora bura. Əvvəl quyruqlulara, sonradakı bunlara. Mən demirəm eləmə. Mən də eləyərəm. Amma yerində da mən uşaqlarımı ac susuz qoy. Yaxşı içmək yemədim. Yaxşı və uşaqları ac qoymaq olmaz ağa. Körpədir, qan qarqışdır. Onlar səndən çörək gözləyir. Onlar ona qadir deyil hələ çörək qazanmağa. Bu yaşda mən indi hara gedim, kimin qapısını döyüm gedim, qaravaş işləyim ki, nədir mən ailə dolandırım, pensiya ilə çatdırmıram. Bax, bu dərdlər var. Belə. Şahmatın taxtası boş qalsa əgər, şah yerini tuta bilməz piyada əskər. Bu başqa mevzudur, amma bir qolu da belə gəlir ki, yəni Allah Teala indi illərlə Molla Nəsrəddinin bir deyimi var ki, deyir, biri gəlir sual verir ki, ay molla bu Allah yoxdur, deyir, niyə yoxdur, var, deyir, bəs hardadır, bu haqsızlıqları görmür, cəmaat niyə bu qədər əziyyət çəkir, molla deyir ki, ay bala, o yatanda əsrlərlə yatır, oyananda da o qədər hündürdür ki, oyandıqca, deyir, o başını qaldırdıqca sinəsində bir böyük nəhrəsi var, deyir, oradan deyir, qalxdıqca gözün bir dənə də gözü var, o nətər o günü bir keçi göstərdilər, ortada bir yekə göz, elə bir əfsanəvi söz deyir ki, yəni o başını qaldırdıqca yuxudan oyananda bir gözünün qabağına kim keçirsə, onu atır nəhrəyə, nəhrəyə atır və qalxıb başı göylərə dəyəndən sonra başlayır, o nəhrəni qalxdıqca çalxalanır axı. Onun içində hamı, saf, çürük, hamı, mən şəxsən onun içində çox çalxalanmışam. O qədər çalxalayır ki, sonra bir gətirir gözünün qabağına, xoşuna gələni yaxır başına, ya nəhrə yaxı kimi yaxır başına. Xoşuna gəlməyəndə o su ilə elə qatır, oradan kəlləməyə Allah atır aşağı. Ki, yəni sən bu işi düz görmədin, elə məni də yaxdı başına otuzdurdu oradakı ilə, oradan sözünü deyil. Bu da bir rəmzi bir fikirdir. Yəni ki, Allah indi yatıb, illərlə, hər 1000 ildən bir, orada nətəri deyir, gəl sorma bu sözlərin mənası nədir, hər söz anlayana bir qərinədir, bir günün hökmündən yaranır 1000 il. Yəni, bu bir hökm verirsə, bu 1000 ildə çəkir. Məsələn, şu İsa'dan 2000 il keçib, Məhəmməddən 1500 nə qədər də deyək ki, 500 il keçib. O, belə verir hökmünü. 1000 ildən, 500 ildən bir qərarını verir. Rəmzini elə buradan götürün, buyurun, indi genə zühur edib hökmünü verir. Bir günün hökmündən yaranır 1000 il. İndi bugün nə hökm verəcəksə, o da illərlə gedəcəkdir. Bax, buna istinad edir. Fikir buna da gəlir, çıxır. Yəni, amma burada başqa fikir. Tamam, başqa bir söz deyəcək, amma bir qolu da, görürsünüz, rəmzi mənada burada çalarlar çox böyükdür. Yəni, o yoxdursa, onun yerini heç kim Allahlıq eləyə bilməz. Başa düşdünüz? Bunu deyir. Şahmatın taxtası boş qalsa əgər, şah yerini tuta bilməz, piyada əskər. Yəni, Allah yoxdursa, elə sən Allahlıq edə bilmərsən. Budur, gəldi, indi çıx ortaya cavab ver də bu qədər söz deyir. Biriniz çıxın, bir kəlmə deyin ki, sus. Deyə bilərsinizmi? Bilməzsiniz. Çünki bunu Allah deyir. Bax, budur. Amma burada başqa məna çıxacaqdır. Öz mülkünə haqq heç kəsə, öz mülkündə haqq heç kəsə
verməmiş bəhər, yəni öz mülkündə, bax bu məmləkətində, bu Gəncə torpağında o heç kəsə bəhər verməyib. Elədir də. Ona qürbət meyi olmuşdur zəhər. Qürbət meyi də Kəbbədir. Görürsünüzmü Nizami orada deyir ki, Kəbbəyə gəlincə Pak Peyğəmbər Məkkənin torpağı olmuşdur əmbər. Xarabata köçəli qənim olub Kəbbədə, bax belə fikirlər var idi. Bax görürsünüzmü, həmin fikri burada bu Nəvaidə tamam başqa cürə ifadə edilir. Haqq öz mülkündə heç kəsə verməmiş bəhər, ona qürbət meyi olmuşdur zəhər. Bir dünyanın zinəti bu şux imarət, bir daş parçasından olmuş ibarət. Bu mülkü qurmuş, özü böyük yaradan indi verir həmin mülkdən belə bir nişan. Dəlili göy rəngdir əzəl binadan, fikirləş özün bir nəticə çıxar bundan. İndi bunu mən özüm rəmzi məna ilə, işarə ilə, təsvirlə bunu adlandırmalıyam ki, bu nədir? Nədir? Göy rəngi, göy imam deməkdir də, açıq aydın bilinir ki, bunun iki məna, yəni Kəbbə ilə Gəncədəki ibadət xanası, yəni Allah evi arasındakı müqayisəyə aparır bu iki məna. Yəni ki, 100 dənə Kəbbə ola, o İmamzadanın yerini tuta bilməz. Bax, bunu deyir. İndi burada bunun əsl fikri budur. Mən indi onun qollarını dedim, amma burada əsl fikir ona gətirib çıxardır ki, ona qürbət meyi olmuşdur zəhər, o öz mülkündə kimsəyə verməmiş bəhər, verməmişdi bəhər. Yəni İmamzadə düzdür gedib gəlirlər, amma elə belə. Amma onun Allah evi də o ən müqəddəs ocaq Gəncədə İmamzadadır, göy imamdır. Gördünüz, burada da deyir, dəlili göy rəngdir, əzəl binadan, özün fikirləş bir nəticə çıxar buradan. Bu çox nadir mücrüdür, sehri aşikar. Kimsə bilməyib hələ bu sandıqda nə var. Əgər sorsan ki, onun içində nə var, qıfıl bağlı qalmış itmişdir açar. Görüb bu mülkü sən bu fikirdən keç, biz də içindəkin görməmişik heç. Yəni Allah oradan necə zuhur edib, heç kim onu bilmir. O qədər. Yəni o zuhuru kimsə görməyib. Oradan sadəcə o sandıq olan bir yerdən, bir qarışqa yuvasından Allahın nuru zuhur edib, Gəncədə İmamzadada, göy imamda və bütün bəşərin nuruna, ruhuna çevrilibdir. Bax, bunun sehri budur. Bunu da deyir, içindən çıxdığını biz görməmişik. Hardan görüblər ki? Görüb ki onu. Onu heç kim görməyib. O deyir, Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin, bu sirri bilənmədi, bu sir çətindir, çətin bu söz boşuna deyilməyib ki. İndi sizdə çox adam deyir ki, filan kitabı gətirin, filan kitabı oxu. Nə oxuyuram, mən bu boyda oxumuşam, indi sən filanını oxumalıyam mən. Hazır gəlsən mən oxuduğumu oxu, görüm oxuyursan.